Peygamber hakkında salavat zikredin. Ağa Emirel-Müminin Hazreti Ali Aleyhisselam'ın pak mütahhar ruhuna ve bizden razı hoşnut olmasına hatır salavat zikredin. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين خالق السماوات والأرضين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وعترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah Tebareke ve Teala ibadetlerimizi kabul eləsin inşallah. Günah, səhv, xətalarımızdan əfv qələm çəksin. Ramazan ayını bizden kabul eləsin inşallah. Bizleri bu ayın bağışlanmışlarından qərar versin. Allah Tebareke ve Teala bu Qədir geceleri ki vardı, bu təşkilatla keçirilir. Allah Tebareke ve Teala bizlerden kabul eləsin inşallah. O Qədir gecesinin sevabını bizden ötürü yazsın inşallah. Bilirsiniz necədir? Qədir gecesini dərk eləmək elə belə asan bir şey deyil. Birdən insan ola bilər oyaq qalsın, ola bilər namaz qılsın, ola bilər səhərə qədər zikr eləsin. Elə Qədir gecəsinə düşsün, amma qədri dərk eləməz. Ola bilər ki, dərk eləməz. Qədir gecəsi oyaq qalar insan. Qədir gecəsi insan əməllərin eləyər. Qədir gecəsi bir çox işlər gör, amma Qədir gecəsini dərk eləmək çətin. Çox çətin. Əgər birdən insan dərk eləsə, yer üzərində ən xoşbəxt insandır. Ən xoşbəxt insandır. Mən bunu deyirəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bir hədisi var. Mən istəyirəm bu sözümə biraz aydınlıq gətirim. Ağa Rəsulullahın bir hədisi var. Buyurur ki, Əmmə ibnəti Fatimə fəinnəhə seyyidətü nisa'il aləminə minəl əvvəlin vəl-axirin. Və mən ərəfəhə haqqə ma'rifətihə fəqəd ədrəkə leylətəl qədr. Bax, لأنها سميت فاطمة لأن الخلق فتموا عن كنه معرفتها. Bu Peygamberimizden bir hadis. Kitaplarda vardı. İndi Xanım Zəhranı hamı tanıyıb da, hamı görüb də, elə deyil. Hələ imamlarımız da elədi. Misal üçün, İmam Hüseyin aleyhisselam Aşuranın günündə onu 30 bin adam görürdü. 72 nəfəri tanıdı. Qalanı tanımadı ki. Həl min nasirin çağırır, ya həl min zabbin çağırır. Həl min nasirin kəlməsində biraz ixtişaş edirlər üləma ki, aya bu söz baş veribdir Həzrət İmam Hüseyin aleyhisselamdan ya yox. Amma həl min zabbin var. Həl min zabbin yəzubbu ən hərəmi Rəsulillah. Bilahı biraz oruçluqda hədis demək çətin olur. Bu kitablar yazırlar da Ağa İmam Hüseynin dilindən. Ki, ağa kömək istəyirdi. Yardım istəyirdi cəmaatdan. Onları dəvət edirdi, çağırırdı. İki qardaş var idilər ordunun içərisində.
Ömer Sa'din qoşununun içərisində iki qardaş var idilər. Biri o birisine dedi ki, bu çağıran İmam Hüseyin'dir ya. Bizə vacibdir ki, Allah onların anasına rəhmət eləsin. Ana onlara elə təlim edib ki, imam çağıranda gedərlər. Dedi ki, bu İmam Hüseyin niye çağırır? Bizə vacibdir gedək də. Gedək görək Həzrət nə deyir. Getdilər. Xoşbəxtdilər də analarının sütü halal sütüymüş də. Ataları onlara halal yedirdirmiş. Getdilər. Ağa İmam Hüseyin qəbul elədi onları. Qayıtdılar müharibəyə. Bax, insanların dərrakəsi nə qədərdir? Sən görürsən ki, Hürr-i şəhidir, riyahi sərkərdədir. O böyüklüyündə bir şəxsiyyət. Bax, Qədir gecəsini dərk eləmək buna deyərlər ha. Bax, bir anın içərisində Hürr qayıtdı, gəldi İmam Hüseynin yanına, getdi, şəhid oldu. Cəhənnəmin qəərindən, cəhənnəmin o təkindən çıxdı, oldu behiştin əla dərəcəsində. Bax, Qədir gecəsini dərk eləmək buna deyərlər. Xanım Zəhranı hamı görürdü də. Xanım Zəhranı hamı görürdü. Qədir gecəsini hamı görür də. Amma onu dərk eləmək bacarıq istəyir. Bəşarat istəyir. Belə bir, nə deyim, bir zirəklik istəyir ki, insan Qədir gecəsini dərk eləsin. Qədir gecəsini dərk eləsə bilirsiniz nə olur? 80 il ömrün savabı verilir ona. Bax, misal üçün o 2 rəkət namaz qılırsan ha sən. 2 rəkət 7 qul huvallahla namaz var ha Qədir gecəsində. Hər günüvə o 2 rəkət yazılır sənin üçün 80 il. 83 il eləyir də 1000 ay. Elə də 1000 ayın 83 il eləyir qəməri tarixi ilə tutanda. Miladi ilə 82 il yarım. Yaxçı, bir insan dərk eləyəndə bax gör nə böyüklüyündə bir savabı qazanır. Leylətül qədri nə? Xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan artıqdır. Xeyirlidir, yaxçıdır. Daha ya xeyirlidir. Bir adam 1000 ay ibadət eləyə, 80 il, yəni bir ömür. 80 il, bir ömür. Bir ömür gecə gündüzün ibadəti yatmamağa 80 ilin ibadəti yəni yatmamaq 80 ildən artıqdır. Sən fikirləşirən ki, insan 5-6 saatın içində onu büküb qoya cibinə. Bax, 5-6 saatın içində sən deyirsən ki, yox, getdim bir şey Allah əl, birdən bir şey Allahla iş düzəlmir ki. Qədir gecəsini dərk eləməyə mərifət lazım. İnşallah mən bu barədə söhbət eləyəcəyəm inşallah. Bax gör, Peyğəmbər buyurur ki, hər kəs qızım Fatiməni tanıdı, o Qədir gecəsini dərk edibdir. Münasibətə bax. Münasibətə bax. Qədir gecəsini dərk eləmək mövqufdur nəyə? Mərifət xanım Fatimə-i Zəhra salamullah aleyhaya. Hər kəs onu tanıdı, dərk eləyibdir. Nə qədər tanıdı, o qədər dərk eləyibdir. Xanım Zəhra salamullah aleyha bu cürə. Odur da ziyarətində deyir ki, ya mumtəhanətu imtəhanəkillahulləzi xələqəki və imtəhanəki qəblə ən yəxluqəki fəvəcədəki liməmtəhanəki sabirətən. Ey mumtəhanə, ey imtihan olunmuş xanım, sirridir başdan ayağa. Başdan ayağa sirridir, əsrardır, əsrar. Nə böyük duadır bu ki, Allahümmə inni əsəlükə bihaqqı Fatimətə
ve abiha ve ba'liha ve baniha ve sirril mustavda'i fiha. O sirrləri ki, onda sən əmanət qoymusan. Xanım Zəhrada o sirrləri ki, əmanət qoymusan. Hala gəl buradan baş çıxart. Gəl buradan baş çıxart. Çox çətin bir şeydir ya. Dərk eləmək Qədir gecəsini bağlıdır xanım Zəhranı tanımaqlığa. Biz xanım Zəhranı tanısaq, nə olacaq? Yer üzərinin ən xoşbəxt insanı olacaq. İnan ki, Qədir gecəsi onun yanında heç bir şeydir. Heç bir şey. Heç bir şey. Elə bir yüzlərlə Qədir gecəsini qoymusan əməl kitabçavının içinə. Bir dənə xanım Zəhranın mərifəti. O qədər əsrar idi, o qədər sirrilərdir. Hər bir şey bağlıdır ona. Hər bir şey bağlıdır ona. Onun da bir dənə yolu var. Bir yolu var. Xanım Zəhranı tanımağın bir yolu var. Allaha muxlis olmaq, Allaha muxlisanə ibadət eləmək. Allahın sözünə baxmaq. Hər kəs Allahın sözünə baxsa xanımı tanıyacaq. Hətta Allahın sözünə baxmaq hər bir şeyin kilididir. Hər bir şeyin açarıdır. Əşi bu müstəhəbbidir, əşi bu filandır, əşi bu məkruhdur, əybi yoxdur, ver bu pəndiri mən yiyim məkruh. Xeyr, elə deyil. Hələ hər şey oradan başlayır. Hər şey oradan başlayır. Bir az zərif olmaq lazımdır, biraz incə olmaq lazımdır Allah Teala'nın huzurunda. Ta ixlas yaradasan bir dənə ixlas olsun insanda ki, Allaha şərik qərar verilməsin. Heç belə bir şərik qərar verilməsin bir cürə ki, heç bir zərrə qədər yol verməyəsən. Çünki onlar muxlis əhlidirlər. Əmirəl-Müminin əhli muxlisdir. Resulullah sallallahu aleyhi ve sellem əhli muxlisdir, muxlisin başıdır. İxlasın səridir. İstəyirsən ki, İmam Zamanın huzuruna yetişəsən, muxlisanə Allaha ibadət elə. Əgər muxlis olsan Allaha muxlis olsun, İmam Zamanın huzuruna yetişməklik heç bir çətinliyi yoxdur. Heç bir mani yoxdur. Allahın sözünə qulaq assan, hər bir şey əldə eləyəcəksən. Allahın sözünə qulaq assan. Yox əgər çox çətin olacaq. Bıraxır salavat zikr eləyək. Ağa Əmirəl-Müminin Həzrət Əli əleyhissalamın tapşırığına əsasən ağanın mübarək cənazəsinə qusl verdi İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam. Onlar qusl verdilər, kəfənə tutdular. Həzrətin tapşırığına əsasən bir tabut düzəldi, Mədinəyə yola salındı. Bir tabut düzəldi, Bəsrəyə yola salındı. Bu tərəfdən də Ağa İmam Həsən, İmam Hüseyn və bir neçə nəfər səhabələri ki vardılar, bir çoxlarla ağanın mübarək cənazəsini götürdülər, getdilər. Həzrət buyurmuşdu ki, hər vaxt, hər yerdə mənim cənazəm indi, ora qazarsınız, ora mənim qəbrim. Ağanın mübarək cənazəsini gətirdilər, gəldilər. Tabut gedir. İmam Həsən, İmam Hüseyn arxa tərəfdən götürübdü tabutu. Gəldi bir yerə, bir təpənin üzərinə gəldi, yetişdi və orada tabut indi. Həzrət İmam Həsən əmr verdi, oranı qazdılar. Gördülər ki, bir qəbr çıxdı, bir orada lovhu vardı. O lovhuda yazılıbdı. Bu qəbr hazırlanıbdı Nuh Peyğəmbər tərəfindən.
oğlu ahirət zaman peyğəmbərin vəsisi Əli ibn Əbi Talibdən ötürü. Sən Həzrət Əlini ziyarət edirsən də, elə deyil. Getmişsiniz də ziyarətinə. Allah yenə qismət eləsin, gedək. Orada biz Həzrət Əli əleyhissalamın ziyarətləməsi var. Müxtəlif ziyarətlər var orada. Bir ziyarət də belədir ki, tərtiblə baş tərəfində bunu oxuyursan, ayaq tərəfində bunu oxuyursan falan filan. Ta gəldi, sonra orada sən bir dənə də ziyarət başlayırsan. Esselamu aleykə və əla zəciəykə Adəmə və Nuh. Salam olsun sənə və sənin yanındakı Adəm və Nuh'a. Adəmin də qəbri oradadır, Nuh'un da qəbri. Onlara da salam. Onlara da ziyarət edir. Məxsus ziyarətləri var onların. Onları ziyarət edirsən, sonra 6 rəkət namaz. 6 rəkət, 2 rəkəti hədiyyədir Həzrət Əmir əleyhissalama ki, Ər-Rəhman Yasindən qılınır. Sonra 2 rəkət elə qul huvallahla qılınır. Həzrəti Adəmə, sonra 2 rəkət də Həzrəti Nuh'a. Görürsən, 6 rəkət namaz var orada qılınır, müstəhəb namaz. İnşallah getdin, o tərtibata riayət eləsəz, çox gözəl mənəviyyatı var. O ziyarəti eləyib qurtarandan sonra insanda tamam başqa bir hallar olur. Gözəl bir hallar tapır insan. Çox böyük bir mənəviyyatı vardı onun. İndi Ağa Əmirəl-Möminin Həzrət Əli əleyhissalamın mübarək cənazəsini bəli, haman o Nəcəf çölündə dəfn elədilər. Həzrət Əli əleyhissalamın tapşırığına əsasən oranı məxfi elədilər. Orada qəbri bina eləyələr, filan eləyələr, belə bir şey ola eləmədilər. Ağanın tapşırığına əsasən məxfi qaldı. Və qayıtdılar. Ağanın mübarək cənazəsini dəfn elədilər və qayıtdılar. Əmirəl-Möminini təslim elədilər bu torpağa. Gəlirlər. Gəlib Kufə ilə, bilirsiniz də Kufə ilə o Nəcəfin arası 15 dəqiqəlik yoldur da. Gəlirlər, Kufənin yaxınlığına çatanda gördülər, Subhanallah, bir yerdə bir ahuzar səsi gəlir, bir xarabalıqdır. Orada biri ağlayır, fəryad edir. İmam Həsən əleyhissalam keçməz ki, elə yerdən. Gəldi, daxil oldu. Daxil oldu, gördü, Subhanallah, bir nəfərdir. Əlləri yoxdur, ayaqları yoxdur, gözlər kördür. Bir haldadır ki, bir zəmin girdi bu ki, bir məzlumiyyət var burada, bir ab-ı hava var burada. Ağa buyurdu ki, nəyə ağlayırsan? Acmısan? Dedi, yox, aç deyirəm. Mən bir nəfər var idi, hər gün gələrdi bura, mənə yemək gətirərdi. Məni yedizdirərdi, məni çimizdirərdi, mənə nəvaziş eləyərdi, məndən oturub söhbət eləyərdi, məni qoymazdı darıxmağa, bəzən yatırdardı məni, çıxıb gedərdi. 3 gündür o adam yoxdur. Ama İmam Həsən əleyhissalam buyurdu, Əmirəl-Möminin yetim yesirin atasıydı da. Əmirəl-Möminin bizdən bax bunu istəyir. Bunu istəyir. Yetim yesirə sahib çıxmaq, ehtiyaclılara sahib çıxmaq, kömək eləmək. Ağa Əmirəl-Möminin, əli, İmam Həsən əleyhissalam buyurdu ki, ağlama. Əl-an sənin o ağovu dəfn elədik, gəldik. Bu adam fəryad elədi. Dedi, sizdən xahiş edirəm. Çox xahiş edirəm, məni aparın onun qəbrinə. Ağa İmam Həsən əleyhissalam tapşırıq verdi, onu götürdülər, gəldilər Nəcəfə.
Geldiler. Dedim beni koyun onun qəbrinin üstüne. Koydular qəbrinin üstüne. Üzlü Şevket doğuran başladı ağlamağa. Bir vaxt gördüler sesi kesildi. Ruhu pervaz edip. Bax, Əmirəl-Möminin belə bir şəxsiyyəti, belə bir yetimlərə əl tutardı, belə bir gecələri yatmazdı Əmirəl-Möminin Həzrət Əli əleyhissalam. Gündüz hazırlıq görərdi, gecə o çörəklərdi, paylardı bütün ehtiyaclar. Əla lənətullahi aləl-qavmiz zalimin. Allah İbn-i Mülcəm Muradiyə lənət eləsin. Allah onun əzabını şədid eləsin. İlahi bari pərverdiyara bizim mərifətimizi artır günah. Qədir gecəsini dərk eləyənlərdən bizi qərar ver. Pərverdiyara o böyük olan neməti ki, Xanım Zəhranı, Əhl-i Beyti tanımaqdır, onu bizlərə nəsib, qismət et. Haqqı Muhammedin və alih və bil. Fatih.